İbn-i Qayyim rahimehullah Fəvaid kitabında günahların aqibəti barəsində danışır. Bir neçəsini qeyd edir. Görür ki, günahlar insanı pis fikirlərə aparır, haqqı gizlətməyə aparır, qəlbin fəsad olmasına aparır, Allahı zikirdən uzaqlaşmağa aparır, vaxt itkisinə aparır, insanlardan uzaqlaşmağa aparır, insanın özü ilə Rəbbi arasında olan tənhalığa aparır, qərbiliyə aparır, duanın qəbul olmamasına aparır, qəlbin bərklənməsinə, sərtlənməsinə aparır. Eləcə də ömrün və ruzinin bərəkətinin getməsinə aparır. Eləcə də elmdən məhrum olmağa aparır. Zəlillik libası geyinməyə aparır. Köksün daralmasına aparır. İnsanın vaxtını aparan, qəlbinə fəsad verən pis dostlarla tanış olmağa aparır. Sıxıntılı həyata aparır. Halının sıxılmasına aparır. Allahın zikrindən qafilliyə aparır.